Nəfsin ki qabağın aldın, niyyəti düzəld. Əgər hikmətə müştərisən, bazarda çox şey satırlar. Hamısının da müştərisi var. Amma hikmətin bazarı kasaddır. Kimdir hikmətə müştəri olan? Neynir hikməti? Yeməklər qalıb, geyməklər qalıb, Mercedeslər qalıb, dollar qalıb, hikməti neynir? Nə çıxacaq ona hikmətdən? Hikmətin bazarı kasaddır, orada basabastır. Hər vaxt geçsən qəbul eləyəcəklər səni, amma onlar hələ qəbul eləmirlər. Bazarın kasad olmağına baxmayaraq, onlar farslar demişkən danə doroş istirlər. Danə doroş yəni seçilmiş. Ağaçda deyir, bir dənə alma olsun, amma gözəl olsun, şirin olsun, yetişmiş olsun. Neynirəm 1000 dənə qurt yemiş almanı? Qoy onu yel aparsın, qoy onu sel aparsın. Bir dənə alma istirəm, amma şirin istirəm, gözəl istirəm. Allah buyurdu ki, mənim mələkələrim, mən insanı yaradanda deyir, düz yaratma, qan tökər. Qoy qan töksün, neynir eləsin. Baxın Zəhranın ibadətinə. Bax, o bidəniyə görə mən bunları yaratmışam. Ta bunların içərisində bir dənə Zəhra kimini ola. Bir üzün xatirinə, hamımıza qurban mən olum. Bir üzün xatirinə. Buyurur, o bidəniyə görədir ki, bağman görürsən, bağa su verir, suyun içərisində güllərə su verir. Amma alaq da su içir. Bir dənə gülün şotuna, belə alağın hamısı su içir. Bağman ona su vermir. Buyurur, bax, bu dünya, bu aləm, bu yaradılış, bu yer, bu göv, bu dəniz, bu su, bu meşə, bu üzənlər, bu uçanlar, bu sürünə, hamısı insanındır. İnsanın da içində hamısı ayaq altında gedəndir. Onların hamısı ayaq altında gedir. 1 milyon məktəbdə uşaq oxuyur, 5 dənə onun içindən böyük alim çıxır ki, dünyada tanınır. O 5 dənəni gərək o 1 milyon olsun ki, onun içindən o 5 dənə çıxsın. Ona görə də buyurur, bax, bunların hamısı ayaq altında qalandı. Bunlar hamısı o alaqlardır ki, bağda ayaq altında qalır. Bəzi alağı qoyun da yemir. Bilirsiniz də siz? Bəzi alağı mal da yemir, heyvan da yemir. İnsanların da içində ondan pis insanlar var ki, Quran buyurur ki, bəlhum əzəll, heyvandan bunlar alçaqdırlar. Həzrət buyurur, bax, beləncidir. Əgər istəyirsən sən hikmətə yaxınlaşasan, onda nəfsün bir qoy ayağının altında, ondan şey olmaz. İkincisi budur ki, niyyəti düzəldəcəksən. Hər iş istəyirsən görəsən, onu gərək hesaplayasan. Əgər gördün Allahın rizayəti var, bu işi gör. Əgər başqa niyyətlərə görə eləsən, onlar mənə qəbuldur. O ki, mənə görə eləyibsən, mənə qəbuldur. Bax, hədis belədir. Buyurur, ma min əbdin yəxlusu lillah əl-əmələ 40 yevmən. Hələ bir 40 gün imtihan ilə bax. Buyurur, əgər bir insan 40 gün, çox da vaxt vermir, deyəsən, 40 il, 40 ayda dör, 40 həftədə dör, 40 gün. 40 gün buyurur, əgər niyyətində Allahdan başqa heç bir şey olmaya. Əgər belə olsa, zəhərət yənabi'ul hikmə min qəlbihi əla lisanı. Hikmətin mənbələri, çeşmələri, bılaqları bunun qəlbindən cari olar, dilindən tökülər. Əgər 40 gün saxlaya bilsə, oradan bilinir ki, çox çətindir. Oradan bilinir ki,
asan şeydir. O ki insan hər iş görəndə, birinə iftar verir məsələn, qonaq çağırır, birinə ehsan eləyir məsələn, namaz qılır, oruç tutur, həccə gedir. Hacı deməyəndə görürsən adama ayrı baxır. Hiç mən bilmirəm, sən həccə gedibsən. O elə bilir, mən bilərəkdən demirəm hacı. Ondan narahat olur. Nə hacı? Odur ki, buyurur, əgər insan eləyə bilsə, ibadətlərin, itaətlərin, hətta evində uşağına bir şey alır. Hətta atasına xidmət eləyir. Hətta uşağın demə, heyvana su verir. Onların da hamısı. İndi də bundan yuxarı desəm, qorxuram ki, yavaş-yavaş çaşaq. Çünki o bizim səviyyəmizdən aşağıdır. O bizim səviyyəmizdən yuxarıdır. Da mən onları demirəm. Əgər ariflər olsa, onlar hətta çörək yesələr, hətta su içirlər. Onların hamısı niyyət iləndir. İndi sənə gülmək gəlməsin, əgər zahiri də gülməli olsa. Hətta əgər bir insan istəyir, ayaq yoluna gedə. Onlar da bizim beynimizdə taqqıldayır. Biz onlara hələ uşağıq. Biz onlar tezdir hələ, biz bilə o yanına. Elə bil ki, biri istəyir, məsələn, institutda oxuyur, biri də məktəb uşağıdır, birinci sinifdə. Onun dərsini buna desin, beynində taqqıldayar. Nə bilir onu yox. Beləncidir. Odur ki, buyurur, əgər bir adamın niyyəti təmiz oldu, heç bir məqsəd olmadı əməllərində, ancaq Allah olsa, onda yavaş-yavaş görərsən, hikmət öz-özünə tapılar, da sənin işin olmasın. Bir də görərsən, yavaş-yavaş tapılıb gəlir. Halalın da mənasını qatmışıq harama, haramın mənasını qatmışıq harama. Haramı yiyir, deyir, qardaş, halal olsun ha. Elə bil deməklə olar. Deməklə halal olmaz. Gərək o halal eləyəsən onu. Zorla tutup pulu alır, onda halal olsun ha. Yaxşı, canın qurtarmağa deyir, halal olsun yeri. Əlçək mənlə. Halal har deyil. Ondan sonra dualarımız qəbul olunur. Niyə qəbul olunur? Həzrət buyurdu ki, qarnımda haram var. Haram olsa dua qəbul olmaz ki. Gözün, nuraniyyətin aparıbsan, ondan da deysən, ya İmam Zaman ağa, gəl səni görüm. Hardan görərsən sən? O nuraniyyəti ki, gözə lazımdır onu görməyə, onu sən özündən aparıbsan. Onu apardın sən. Odur ki, buyurur, bax, biri budur. Biri də budur ki, əs-salatu fiz-zuləm. Gecə yarısı namaz qılmaqdır. Əgər istəyəsən, yatasan, səhərə qədər durasan, görəsən, gün çıxıb, səndən istad olmayacaq. O adam ki, nuraniyyətin müştərisidir, bəzi şeylər görərsən, satırlar, onu gərək tezdən gedəsən, qalasan, ta onu ala biləsən. Bir adam ki, istəyir nuraniyyət ala, müştəridir nuraniyyətə, təqva, təzkiyə, belə şeylərin əhlidir, o adamın da gecənin yarıdan o yana yatmağı olmamalıdır. O bir dənədən gərək gecə. İstədiyin yiyə, istədiyi qədər yata, elə o yatmaq qalar ona. Bir də o yemək qalar ona. Da estat verməzlər. Odur ki, buyurur, yox, belədir. Əli əleyhissalam buyurur, nurul qəlb bis salati fiz-zuləm. Nuraniyyət gecə yarısında Allaha səcdə eləyib namaz qılmaqla hasıl olar sənə. Bir şərti də budur. İslam Peyğəmbəri buyurur, innəl əbdə izə təxəlla bi səyyidih fi cəvfil leylil muzlim və nacahu əsbətəllah ən-nur fi qəlbi. Elə ki, insan durdu, öz Mevlası ilə, Allahı ilə xəlvət elədi və o xəlvətdə şirin münacat elədi, Allah onun ürəyində nur və nuraniyyəti sakin eləyər. Onda nuraniyyət icazə verərlər bu adama.
əsəlukə hubbəkə və hubbə mən yuhibbuk. İlahi, sənin məhəbbəti istəyirəm. Başqa şey yox. Bir də hər nəyi sən sevirsən, onu istəyirəm. İmam Səccad əleyhissalamın dualarındandır bu. Sənin məhəbbəti istəyirəm və bir də sən nəyi sevirsən, onu sevirəm, onu istəyirəm səndən. Və hər bir əməl ki, məni sənə yaxınlaşdırar, onu səndən istəyirəm. Hansı əməl məni sənə yaxınlaşdırar, ilahi, mən onu səndən istəyirəm. Bu iki. Üçüncü. Buyurur, əl-bukau min xəşyətillah. Elə ki, durdun ibadət eləməyə, Allahın ki, xovfi sənin ürəyində var, o məhəbbəti ki, sənin ürəyində var, o məhəbbət səndə bir qorxu yaradar. O qorxu sənin gözlərində su yaradar. Elə ki, başladın münacat eləməyə, ondan sonra görərsən ki, gözlərin yaşı tökülür. Buyurur, onda bil ki, səndə yavaş-yavaş hazırlıq yanarır bu işə. Həzrət buyurur Əli əleyhissalam, əl-bukau min xəşyətillah yunirul qəlb. Allah qorxusundan insan əgər münacat eləyə, ağlaya bilsə, onda bu adamın ürəyi nurani olar. Yunirul qəlb, yəni nurani elər ürəyi və yəsimu anil muavədətiz zunub. Day günahdan saxlaşdırar bunu. Bəd buyurur ki, İmam-ı Baqir əleyhissalam vəsiyyət eləyirdi Cabirə. Öz vəsiyyətlərində bu sözü ona danışdı. Dedi, ya Cabir, vəstəclib nurəl qəlb bidəvamil huzn. Sən istəyirsən, əgər nuraniyyəti alasan ürəyvə, təmizlənəsən, onda hüznü gərək saxlayasan. Hüznü bilirsən nədir? Hüznü, yəni ürəyində heç vaxt şad olmayınız. Müminin şadlığı üzündə olar. Həzrət Əli əleyhissalam buyurur Nəhcül Bəlağada, Buşruhu fi vəcə və huznuhu fi qəlbi. Qəlbində həmişə qəmlidir, qüssəlidir. Amma üzündə yox. Üzündə gülür, danışır, Peyğəmbər zərafat eləyirdi, Əli əleyhissalam zərafat eləyirdi. Gülmək olar, üzdə yaxşı, amma o qəm içəridədir. Qəmi var müminin içəridə. Aşıq adamın həmişə ürəyi dağlıdır. Əgər bir aşıq nə qədər eşqinə çatmayıb, onun ürəyi gülməz heç vaxt. Heç vaxt gülməz. Mən bilmirəm, sən görübsən, görməyibsən, ya öz başına gəlib, ya başqasının başına gəlib görübsən. Mən görmüşəm heç olmasa bir neçə yerdə. Bir adam ki, aşıq oldu, buyurur, o adamın ürəyi dağlıdır. Nə qədər eşqinə çatmayıb, o dağ bunun ürəyindədir.